cana dərman, burada bitir al zəfəran. Bu misra bugün olduğum bu kəndin ən gözəl bədii izahı ola bilər. Çünki Bilgəhin dənizinə dəniz, qumuna qum, zəfəranına da zəfəran çatmaz. Bilgəhin dənizindən də danışacağıq, zəfəranından da. Amma əvvəlcə gəlin kəndin tarixindən danışaq. Bilgəh Bakının qədim kəndlərindən sayılır. Bu qədimliyi sübut edən amillərdən biri də Bilgəhdəki qayaüstü rəsmlərdir. Hətta həmin o qayaüstü rəsmlər Bakının Qobustandan sonra ən qədim tapıntısı hesab olunur. Bilgəhdə bir neçə qəbirstanlıq var. Amma bugün bizim olduğumuz bu qəbirstanlıq Bilgəhin ən qədim qəbirstanlığı sayılır. 600-ə yaxın yaşı var. Onu da qeyd edeyim ki, hazırda dayandığımız bu nöqtə Bilgəhin ən hündür nöqtəsidir. Bu ağacın yanında durub belə danışmağım əbəs yerə deyil. Bəli, muştut ağacından danışacağam sizə. Bilgəhlilər bu ağaca, tut ağacına muştut ağacı deyir və bu ağacın həqiqətən də bilgəhlilərin həyatında xüsusi bir rolu var. Çünki aclıq dönəmindən, müharibə dönəmindən bilgəhliləri məhz bu ağac çıxardı. Belə ki, həm onun barını aparıb satarmışlar, həm ümumiyyətlə yemək üçün də istifadə eləyərmişlər. 150-dən çox yaşı olan bu ağacına bilgəhlilərin münasibəti həqiqətən də çox fərqlidir. Bilgəh ta o vaxtdan iki məhəlləyə bölünüb. Aşağı məhəllə və yuxarı məhəllə. Yuxarı məhəllə cənub hissə, aşağı məhəllə isə şimalda olub. Mən də indi hazırda aşağı, yəni şimal olan hissədəyəm və bu yerlər 70-ci ilə qədər tamamilə qumun altında qalıb. Hətta həmin ilə qədər Bilgəhdə maşın yolu belə olmayıb, çünki torpaq əlindən, qum əlindən tərpənmək olmurmuş. 70-ci ildən sonra isə həmin o qumu daşıyırlar şəhərə, tikintilərə və beləliklə də elə o vaxtda bu ərazilərdə olan tikililər qumun təmizlənməsindən sonra üzə çıxmağa başlayır. Mənim yadıma gələni, mən özüm 1953-cü ildənəm, mən 129 nömrə məktəbdə oxumuşam. Həmin vaxt biz məktəbdən çıxıb evə gedəndə qumların üstünə gedirdik. Mən özüm Nəbi qumunu görmüşəm. Nəbi qumunu 1970-ci ilə qədər, onun sonra 70-ci ildə daşıyıb aparıblar şəhərə. Bütün bu kəndin demək olar ki, içərisində aşağı məhəllə qumun içində olub. Evlər də qum içində olub, yollar olmayıb. Sonra 70-ci ildən sonra yollar, həmin qumlar təmizlənib, Bilgəhin yolları açılıb aşağı məhəllədir. Ancaq yuxarı məhəllədə olmuyor bu şeylər. Nəbi qumu da indi hal-hazırda 142 nömrəli məktəbin ərazisi demək olar ki, Nəbi qumunun yeridir. O vaxt Gürcülər kino çəkiblər, Mamlük kinosunu. Həmin Nəbi qumunun üstündə çəkiblər həmin kinoyu. Mən özüm görmüşəm də, uşaq idik biz, gedirdik, baxırdıq orada şeyliydik, gördük ki, kino çəkirlər, Gürcülər çəkiblər həmin kinoyu. Bilgəhdə ümumilikdə 4 məscid var. Biz hazırda həmin o məscidlərin ən kiçiyindəyik. Seydağa məscididir bura. Məscid elə onu inşa etdirən şəxsin adı ilə belə adlandırılıb və onu da qeyd edeyim ki, məscid 19-cu əsrdə, daha dəqiq desəm 1801-ci ildə inşa olunub. Seydağa məscidindən düşərkən yolun sağında belə bir hamama rast gəldik. Seydağa hamamıdır bu hamamda. Məscidi inşa etdirən Seydağa kişi inşa etdirib bu hamamı və çox təəssüf ki, bugün hamam olduqca baxımsız vəziyyətdədir, yarı uçulmuş vəziyyətdədir. Tariximizə olan bu biganəlik həqiqətən də çox ürək ağrıdıcıdır. Bura isə
Hacı Mustafa Rəsulov məscididir. Hacı Mustafa Rəsulov şəhərin tanınmış tacirlərindən və xeyriyyəçilərindən olub. O, bu məscidi 1893-cü ildə inşa etdirib. Məscidin ustaları Əsəd, Nəsrullah və Kərbəlayı Feyzullah olub. Hazırda bu məscid kəndin cümə məscididir. Bura isə Bilgəhin qədim olan Əbdül məscididir. Bu məscid 14-cü əsrə aiddir və onu da qeyd etmək istəyirəm ki, Şamil Fəthullayev Abşeron memarlığı kitabında bu məscidin adını Abdin məscidi kimi qeyd edib. Hacı Zeynalabdin Tağıyevin də Bilgəhlə bir bağlılığı var. Onun atası Tağı kişi İçərişəhərli olsa da, anası Ana xanım Bilgəhli olub. Elə mənim hazırda addımladığım bu küçə onun anasının yaşadığı küçə olub və bu məlumatı da mən boşuna məhz bu məscidin qarşısında dayanıb danışmıram. Bu məscidi Tağıyevin dayısı 1799-cu ildə inşa etdirib. 1840-cı ildə məscidin ərazisi biraz da genişləndirilib və onu da deyim ki, məscidə yerli cəmaət Karvansara məscid deyir. Bu da onunla əlaqələndirilir ki, bu məscid bir müddət Karvansara kimi də fəaliyyət göstərib. Və çox təəssüf ki, bugün mən bu informasiyanı məscidin daxilində danışa bilmirəm, çünki məscid hazırda fəaliyyət göstərmir. Bəs bu kənddə qala olduğunu bilirsiniz. Çox təəssüf ki, Bilgəh qalası digər qalalar kimi ad-san qazanmayıb. Bilmirəm, gözdən uzaq olduğuna görə belədir, bilmirəm, yarı uçulmuş vəziyyətdə olduğuna görə belədir və ya elə gözdən uzaq olduğuna görə yarı uçulmuş vəziyyətdədir, bunları deyə bilmərəm. Amma onu bilirəm ki, Bilgəh qalası bizim könlümüzdən uzaq qalmadı. Düzdür, könül istərdi ki, mən Bilgəh qalası haqqında olan məlumatları elə qalanın yanında dayanım, danışım, amma çox təəssüf ki, həmin o qalanın yaxınlığına getməyə bax belə hündür hasarlar bizə mane olur. Amma bu qala haqqında informasiya ötürməyə bizə heç nə mane ola bilməz. Bu qala 14-cü əsrdə Şirvanşahlar tərəfindən inşa olunub. Digər bir adı da Qız qalasıdır. Amma yerli cəmaət qalaya daha çox Tonqal qalası deyir. Çünki qala müşahidə məqsədi ilə inşa olunub və bir müddət də mayak kimi istifadə olunub deyə qalanın başında Tonqal qalayarmışlar. Hətta Qılman İlki bu barədə yazır ki, dəniz tərəfdə hər hansısa bir təhlükə baş verdikdə ya Mərdəkan ya da Bilgəh qalasının başında Tonqal qalanardı və həmin bu təhlükə xəbəri də digər qalalara, Şağana, Ramanaya, Keşlə qalasına ötürülərək oradan da Bakıya çatdırılardı. Çox təəssüf ki, biz bugün Tonqal qalasını sizə yaxından çəkib göstərə bilmirik. Bu məqamda Türkiyənin ilk mədəniyyət naziri Tələt Səid Halmanın bir sözü yadıma düşdü. Deyir, işığı söndürənlər qədər şam yandırmayanlar da günahkardır. Biz də bugün günahkar olmamaq üçün əlimizdən gələn qədər Tonqal qalası üçün kiçik bir şam yandırmağa çalışdıq. Bura Leyla xanım ziyarətgahıdır. 7-ci İmam Musa Kazımın qızı Leyla xanım və onun qardaşı İmam Rızanın qızının qəbirləri var burada. Ziyarətgahın ilkin formasının memarı isə Mahmun İbn Səddir. Üstündə gördüyünüz o kiçik rəsmin ən az 60 yaşı var. Onu məşhur Aşurbəyovlar nəslindən olan Pirverdi Aşurbəyov 19 yaşında çəkib. Həmin o görünüş bu ziyarətgahın ilkin görünüşü olub, amma hazırki görünüş isə xeyirxah insanların vəsaiti hesabına ərsəyə gəlib. Belə ki, 2015-ci ildə türbə, ziyarətgah xeyirxah insanların vəsaiti hesabına təmir olunub.
Ziyarətgahın qədim adı isə Pirhəftəxardır. Niyə Pirhəftəxar? Bunun da bir neçə versiyası var. Bir versiyaya görə o vaxtlar burada qoca bir kişi yaşayarmış və həmin o kişi həftədə bir dəfə yemək yediyinə görə ziyarətgah Pirhəftəxar adlanır. Başqa bir versiyaya görə isə Leyla xanım ailə qurandan 7 gün sonra vəfat eləyir. Ona görə türbə Pirhəftəxar adlanır. Sonuncu versiya isə odur ki, Həftəxar sözü fars sözüdür, 7 bacı deməkdir və ona görə də bu ziyarətgah Pirhəftəxar adlanır. Bu versiyalardan hansı doğrudur? Bax, bunu heç kim bilmir. İndi də danışaq Bilgəh toponimindən. Bu sözün bir neçə versiyada mənası var. Əvvəla onu deyim ki, 16-cı əsrdə Bakıda olmuş ingilis səyyah Berro Bilgəhin adını öz yazdığı məktublarda bildi kimi qeyd edir. Sara Aşurbəyli isə Bilgəh sözünün bu ərazidə yaşamış Bilgə türk tayfasının adından götürüldüyünü deyir. Başqa bir versiya isə odur ki, Bilgəh sözü Piləgah sözündən yaranıb. Piləgah sözü isə ipək yeri, ipək hazırlanan məkan mənasını verir. Bu versiyanın yaranmasının səbəbi var. Bilgəhdə xalçaçılıq, ipəkçilik, toxuculuq vaxtı ilə çox inkişaf edib. Burada istehsal edilən ipək bazarlara çıxarılır, gəmiləri Bilgəh sahillərinə yan alan tacirlərə satılırdı. Belə səfalı havası olan Bilgəh bağlarında əncir, üzüm, nar və püstə ağacları əkilirdi. Hə, bir də zəfəran. Bilgəh zəfəranı həqiqətən də çox fərqlidir. Bilgəhdə zəfəran plantasiyaları çox olub. Hələ 19-cu əsrdə Bilgəh zəfəranı artıq şöhrət tapmışdı. Bakı kəndləri içərisində ən çox zəfəran istehsalı məhz Bilgəhdə olub. O illərdə zəfərançılıq vacib gəlir mənbələrindən biri sayılırdı. Bu dəyərli məhsulun çox hissəsi İrana ixrac olunurdu. Sovet dövründə yeganə olan zəfəran savxozu da Bilgəhdə olub. Zəfəran bitkisi Azərbaycanda yeganə bitkidir ki, Bilgəh kəndində yetişdirilib. Zəfəran bitkisi 1830-cu illərdə Bilgəhə gəlib. Bilgəh beylərindən Alxas bəy, Murad bəy götürüb gəlib onları kəndə, Bilgəhə. 1918-ci ildə Sovet hakimiyyəti gələndən sonra Bilgəhdə zəfəran savxozu yaranıb. Demək, bu zəfəran savxozunda yetişdirilən Bilgəh zəfəranı demək olar ki, dünyada tayı bərabəri olmayan bir zəfərandır. Bu zəfəran ancaq əllə yığılıb, əllə təmizlənib, əllə də ki, qurudulur. Bizdə 1 qram Bilgəh zəfəranı olsa, 100 adamın içində onun iyi bilinməlidir. O zəfəran ona görə Bilgəhin zəfəranı tanınmış zəfərandır ki, o 12 iqlimdən 9-u bizim ərazimizdən keçir, Bilgəh kəndindən keçir. Bilgəh kəndi tarixi abidələr baxımından zəngin kənd sayılır. Seydiğa hamamından başqa da bu kənddə bir neçə hamam var. Bağı hamamı, Qum hamamı, Hacı Əliqulu hamamı, Əlbəndə hamamı. Yeri gəlmişkən onu da deyim ki, Əlbəndə hamamı 20-ci əsrə aiddir və hamam onu inşa etdirən şəxsin adı ilə bağlıdır. Əlbəndə kişi Bilgəhin tanınmış şəxsiyyətlərindən olub. Mötəbər insanlardan, yəni keçmişin tarixidir bunlar, danılmaz faktlardır. Əlbəndə kişi olub, onun özünə məxsus bu Bilgəh kəndində VTG-si olub, balıq VTG-si. Bu dövrdə İranlılar çox gəlib Bilgəh kəndində işləyiblər, yəni VTG işçiləri olub. Bir gün bu kişi görür ki, bir cavan oğlan əqləşib ağlayır. Yaxınlaşır, deyir, abala nə ağlayırsan? Deyir ki, İranda bir qızı istəyirəm, pulum yoxdur alıb. Bu kişi hələ öz böyüklüyünü də göstərir. Bu oğlanı külli miqdarda pul verir. Deyir, get, o qızı al. Xülasə, bu cavana deyir ki, qaydarsan, qayıdıb gələrsən işləməyə. Qayıdmazsan, xoş alalım. Belə bir kişi olub. Zamanı ki, bu oğlan qayıdır İran vətəninə, gedir, həm qızı alır, həm də oxuyur. Bu olur dövlət işçisi. Bu 37-ci ildəki bu repressiya vaxtı Hacı Əlbəndəni buradan çıxır, kətdən çıxır, çünki tuturdular, öldürürdülər, məhv edirdilər insanları. Bu gedir, çıxır, Azərbaycanın sərhədini keçəndən sonra İranın sərhədinə daxil olanda
bir cavan oğlan deyir Xozeyn keç. Bu da baxır sağına, soluna. Buradakı xozeynləri tuturlar. Ona göre bu baxır heç kəs yoxdur. Buna deyilir bu söz. Cavan oğlan qeydırına ki, siz məni tanıdınız, deyir ki, xeyr, mən səni tanımadım. Salır yadında ki, yadıma gəlir VTG-də əyləşmişdim, ağlayırdım. Yaxınlaşdım mənə ki, abala nə ağlayırsan, dərdin nədir? Dedim ki, bir qız istəyirəm, onun da ki, pulum yoxdur almağa. Siz mənə pul verdiniz, getdim qızı da aldım, özüm də oxumuşam, dövlət işçisiyəm. Mənim də sənə yaxşılığım da olar ki, səni sərhəddən İran ərazisinə buraxım, sonra uzun müddət bu kişi orada yaşayıb, ailəsi var, yəni xeyirxah insan olub. Bu aclıq vaxtı 37-ci ildə özü də aclıq olub. Görərdi ki, qadındır, nə qədər balıq deyirdi ki, imkan var götürün. Amma hamilə qadınları öz faytonçusuna tapşırarmış, otur bu qandını apar. Zabratda ünvanını deyirdi, Kürd, qayıd gəl. Belə bir xeyirxah insanlar olur. Bilgəhdə kardioloji sanatoriyanın olması artıq Bilgəhin havasının necə olması haqqında bizə çox şey deyir. Həqiqətən də Bilgəhin dənizi, Bilgəhin havası, Bilgəhin qumu, bunları ifadə eləməyə adam söz belə tapmır. Sanki mavi Xəzərə nəğmə qoşur sözlər. Bəlkə təzə xəbər var, nə danışır dalğalar, yenə də öz dilində bahar məclis qurubdur Xəzərin sahili. Deyirlər bir anlıq dənizə baxmaq 1000 illik düşüncəyə bərabərdir. Ümumiyyətlə, dəniz varlığın simvoludur. Səthi hər nə qədər dəyişkən olsa da, dərinliyi bir o qədər susqundur. Düşünürəm ki, o susqunluqda da əsrlərin sirləri gizlidir. Bəlkə də elə Xəzər hər dalğasında həmin o sirlərdən birini sahilə gətirir. Sirlərlə dolu sahildən sizinlə sağollaşıram. Özünüzü və təbiəti qoruyun. Görüşərik.